13-19 oktyabr yerdə qalan bürclər yaxın əyləşin. Tərəzilərlə davam edəcək. Həftəyə siz karyera, işlə bağlı mövzularda çox hərəkətli həftədəsiniz. Ata, ana və işlə rəhbərliklə aranızda, yəni bunların arasında qala bilərsiniz. Çox işləyəcəyiniz, çox yorulacağınız, məsuliyyətlərinizi çox, yəni bu çiynlərə yüklənən bir həftədir. Xüsusilə də pul söhbətlərində dəyişikliklər var. Pulunuz çıxa bilər, xərcləriniz çıxa bilər. Mars, Merkuri sərt qovuşumu sizin pul evinizi tərk edəcək. Kontrollu pul xərclərinizə kontrol edin, yəni kontrollu pul xərcləyin. Əqrəblər, uzaqdan xəbərlər var, hüquqi sənəd viza söhbətləriniz aktiv olacaq, məşğul olacaqsınız. Sağlığınıza fikir verin, bu həftə immunitet sisteminizin zəifləməyi ola bilər və qisas, intiqam, şübhə və egoizmlə uzaq durun. Mars, Merkuri qovuşması sizə sərtlik verir. Ani hərəkət etməyin, ani qərar verməyin. İşlə və yaxud sevgi sahəsində rədd cavabı alsanız belə sakit davranmağa çalışın. Kəsik, yanıq, evdə olan qəzalara fikir verin və bir də hər şeyin altında şübhə axtarmaq fikrindən yayının. Yəni bu sizə xeyir gətirməz. Oxatan, həftə ani gözlənilməz pul xəbərləri, borclar, yəni pulla bağlı mövzularla çox aktiv olacaq. Merkuri Mars qovuşumu sərt olacaq və sizə zihinsal olaraq sizi tərk edəcək. Əməliyyatlara, infeksion xəstəliklərə açıq bir həftədir. Ehtiyatlı olun. Sizin ətrafınızda bu həftə mənfi təsir edən insanlardan qisas almaq fikri biraz yüksələ bilər. Xahiş edirəm bu şeylərdən daşının. Peşmançılıq duyğularınız isə həddən artıq olacaq. Sağlığınızda isə bel böyrək ağrıları və onun gətirə biləcəyi fəsadlardan qorunun. Oğlaqlar, həftəyə ikili münasibətlərdir. Fikir verin ki, anlaşılmayan tərəf olmayasınız. Ailəyə, işə məsuliyyət yaranacaq və buna görə də məcbur qala biləcəksiniz. Bəzi mövzular haqqında yenidən düşünəsiniz. Sanki siz bu həftə elə düşünəsiniz ki, xəyallarınız əngəllənir, hədəflərinizə çata bilmirsiniz. Hər kəs sizə qarşı çıxır. Amma bu belə deyil əslində. Sosial çevrəniz belə deyim, qarışdığı üçün belə aranızda, arxanızdan çevrilən işlər ortaya çıxa bilər. Bu sizlə də bağlı ola bilər və yaxud da sizin arxanızdan çevrilən bir işlər ortaya çıxa bilər. Ağız dalaşı olmasın, yanlış anlaşılacaq bəzi mövzularda, yəni heç özün gözləmədən yanlış anlaşıla bilərsən. Dediyin hər sözə və etdiyin hər bir hərəkətə fikir ver. Kontrollu, sakit qal və xeyirlisi budur. Dolça, həftəyə bel, böyrək və üst tənəffüs yollarının infeksion xəstələri, qrip, laringit, faringit kimi problemlər ola bilər. İş yerində qanqaraçılıq yaratmayın, çünki öz-özünüzə sağlığınıza ziyan vura bilərsiniz. Əziyyətlərinizi görməyənlər çox ola bilər və görəcəklər. Narahat olun, işdən çıxma fikrinə düşə bilərsiniz. Bunu etməyin. Bu həftə o həftə deyil. Xüsusən dolça qadınları, kişi fiqurlarla bir evdə yaşadığınız insanlarla söz savaşlarına çıxa bilərsiniz. Ehtiyatlı olun. Və balıqlar. Ən son və sonun başlanğıcı. Bu həftə ailə, uşaq mövzuları ilə və əyləncəli və gözəl xəbərlər alaraq başlayırsınız. Artıq balıqlar üçün böyük bir dönəmin sonu gəldi. Mənfi dönəm və gözəl bir dönəmin başlanğıcı gəlir. Müsbət xəbərlər var. Bu həftə sonu hüquq mövzuları, hüquq, sənət, viza mövzularını hələ ki tərpətməyin. Biraz ləngimə ola bilər. Belə deyim, uzun yolculuqlar var. Yola çıxacaqsınızsa maşınla, nəqliyyata fikir verin və yaxud da ki, yola çıxarkən sənədlərinizi mütləq baxın. Zor zamanlar geridə qalır. Saturn balıqda pul evindən keçir və pul mövzularında öyrətmə dövrünə başlayır. Pulla bağlı mövzular göz önündə olacaq. Yəni, pul, ailə, sevgi mövzuları. Bəli, ən çox bu ay və gələn ay evlənənlər, ən çox nikah, ailə konularında, mövzularda daha yaxşı nəticələr alanlar və yeni bir iş, yeni bir karyera və yaxud da yeni qaynaq, pul qaynağı gələn bürclərin birinci siyahısındadır. Balıq uğurun və xeyrinlə özünə və ətrafına işıq saçacaqsan və bu işıqda inşallah hər kəs səndən yararlanar. Bu ümumiyyətlə bu ilin sonuna qədər də kimin yanında balıq bürcü olacaqsa onun şansından istifadə eləmək ona da qismət olacaq. Baxıb bəyənməyi aldım, qəbul etdim.